Radiosun efirindən mən Nihat Bayramlı hər birinizi salamlayıram. Saatlarımız 16:00 göstərir. Bu andan etibarən 104.1 FM dalğasında əsas məsələ proqramı öz işinə başlayır. Müstəqil və suveren dövlətə sahib olmaq, ədalət və qanunun aliliyi prinsipinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq Azərbaycan xalqının 100 illər boyu ən böyük arzusu, məqsədlərindən biri olmuşdu. Xalqımızın başı ötən əsrdə bir çox bəlalar çəksə də 1991-ci ilin oktyabr ayının 18-də müstəqilliyini yenidən bərpa etmişdi. Həmin dövrdə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul olunsa da 1995-ci ilə qədər konstitusiyamızın qəbulu gecikmişdi və 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycana, müstəqil Azərbaycanın ilk milli konstitusiyası hazırlanmış və qəbul olunmuşdu. Və nəhayət 2020-ci ildə ölkəmiz öz ərazi bütövlüyünü bərpa etmişdi. Qarabağ və Şərqi Zəngəzurda bu gün Azərbaycan bayrağı dalğalanır. Məsələ bu amillər, konstitusiyamızın qəbulunun 30-cu il dönümü, Vətən müharibəsində isə qələbəmizin 5-ci il dönümü nəzərə alınaraq bu il, cari il ölkəmizdə konstitusiya və suverenlik ili elan olunmuşdu. Elə biz də bugünkü proqramımızda məhz bu mövzuda söhbət açacağıq. Mən istərdim vaxt itirmədən qonağımızı təqdim edim. Qonağımız həmişə olduğu kimi konstitusiya, hüquq məsələləri ilə bağlı hər zaman həmsöhbət olduğumuz Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı hüquqşünas Yunis Xəyaldovdur. Yunis müəllim, xoş gördük. Xoş gününüz olsun. Çox sağ olun Nihat müəllim dəvət üçün. Mən sizə təşəkkürümü bildirirəm. Çox sağ olun ki, dəvətimizi qəbul edib studiyamıza gəldiniz. Yunis müəllim, ilk olaraq bir ziyalı kimi, hüquqşünas kimi bu ilin ölkəmizdə konstitusiya və suverenlik ili elan olunması ilə bağlı fikirlərinizi eşidək. Nihat müəllim, həmişəki kimi aktual mövzulardır. Yəni bu mövzu daha aktualdır, belə deyim. Yəni bu il bildiyimiz kimi ölkə başçımız, Müzəffər Ali Başkomandanımız cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə ölkəmizdə konstitusiya və suverenlik ili elan olunubdur və 11 fevral 2025-ci il tarixdə isə ikinci bir sərəncamla bu ilin belə deyək, həyata keçirilməsinə dair tədbirlər planı qəbul, yəni təsdiqlənibdir. Dövlət orqanları görəcəkləri işlər müəyyənləşdirilibdir. Bu təsadüfi deyil, konstitusiya və suverenlik ili. Yəni burada iki amil var və simvolik anlamda daşıyır eyni zamanda. Yəni bildiyimiz kimi konstitusiyamızın qəbulunun qeyd etdiyiniz kimi bu il 30 il idi, yubiley idi. Yəni bu yubiley gözü ilə yanaşsaq konstitusiya ilidir və eyni zamanda böyük ehtimal ciddi konstitusiyon islahatlar gözlənilən ildir, belə deyək, hüquq sistemi üzrə, belə ümumiyyətlə hər sahə üzrə Azərbaycanın və digər tərəfdən suverenlik ili. Yəni bu da artıq bildiyimiz kimi 5-ci ildir ki, siz qeyd elədiniz bunu ki, artıq Azərbaycan Respublikası öz ərazi bütövlüyünü Müzəffər Ali Başkomandanımızın rəhbərliyi altında tam belə deyək, qalib dövlət kimi əldə eləmişik və artıq 5-ci ildir ki, biz ərazimiz üzərində yurisdiksiya, yəni salahiyyət sahibiyik, söz sahibiyik və suverenlik də nə deməkdir? Dövlət öz ərazisində artıq öz səlahiyyətlərini heç bir təzyiq və təsirə məruz qalmadan müstəqil şəkildə həyata keçirə bilir və bu baxımdan da ölkə başçımız dəfələrlə beynəlxalq tribunalarda da qeyd etdiyi kimi Azərbaycan dövlətinə heç kim hər hansı bir şeyi diktə edə bilməz və biz artıq öz ərazimizin belə deyək, sahibiyik. Bu baxımdan da suverenlik ilidir. Bəli, mən proqramımızın əvvəlində qeyd etdim. Yəni biz 1991-ci ilin oktyabrın 18-də müstəqilliyimizi bərpa etsək də ortalıqda bir əsas qanunumuz yox idi. Yəni konstitusiya aktı var idi. Bu təbii ki, konstitusiyanı əvəz edə bilməzdi. Müəyyən səbəblərdən dolayı bizim konstitusiyamızın qəbulu 4 il çəkdi. 1995-ci ildə noyabr ayının 12-sində Ulu Öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycanın ilk konstitusiyası qanunu qəbul olundu. Bu barədə bu konstitusiyamızın qəbulu haqqında. Ümumiyyətlə siz qeyd elədiniz, hətta belə deyək, bizim Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən, artıq bu böyük qayıdışıdır. Bu Azərbaycan elə bir vəziyyətdə idi ki, iqtisadiyyat çökmüşdü, məlumdur hər kəsə, hərbi quruculuq sıfır səviyyəsində idi. Hətta o vəziyyətdə idi ki, ölkə başçımız 1994-cü ildə atəşkəs elan elədi ki, torpaqlarımızın 20% itirilmişdi. Bəli, hətta itirə getməyin qarşısını ala bildi bizim Ulu Öndərimiz 94-də atəşkəslə. Belə bir vəziyyətdə düşünün, 93-də hakimiyyətə gəlir və əl atdığı, dövləti götürdüyü bir vaxtda hər bir sahə çöküb.
və bütün çox ciddi quruculuq işlərinə ehtiyac var. Hərb sahəsində, iqtisadiyyat sahəsində, hüquq sistemində və s. Və çox qısa bir müddətdə, 2 il ərzində keçmiş 2 il keçmiş Azərbaycan konstitusiyası qəbul edə bilir. Birinci, bu çox böyük bir uğur nailiyyətdir. Bunu məsələn təhlil etsək görərik ki, yəni 2 il ərzində müəyyən o türklər deyir altyapı, bir alt bazis formalaşmalıdır ki, konstitusiya qəbul edilə bilsin. Və düzdür, təbii ki, 95-ci ildə konstitusiyamızın qəbulu necə oldu? Ulu öndərimizin rəhbərliyi ilə, düzdür, bu konstitusiyanın qəbuluna qədər də müəyyən işlər görmüşdü ulu öndərimiz. Məsələn, 93-cü ildə ölüm hökmünün icrasına monitorinq qoydurdu, yəni icra dayandı və əfv etmə komissiyası 95-ci ildə artıq fəaliyyət göstərməyə başladı və 95-də artıq ulu öndərimizin özünün birbaşa sədrliyi ilə konstitusiya komissiyası təşkil olundu, məşhur bilinən, tanınan hüquqşünaslar cəlb edildi və dəfələrlə müzakirələr keçirildi. Hətta ulu öndərimizin məşhur belə deyək kəlamları var ki, konstitusiyamızın hər maddəsini deyirdi, mən dəfələrlə oxudum, gözdən keçirtdim, beynəlxalq təcrübələr nəzərə alındı və bizim konstitusiya 1995-ci ildə referenduma çıxarılmaqla ümumxalq səs verməsi yolu ilə qəbul edildi və məhz konstitusiyamızın qəbulu da buna rəvac verdi ki, hansı ki konstitusiyamızda elə institutlar nəzərdə tutulurdu ki, Nihat müəllim, onlar hələ Azərbaycanda o dövrə qədər yox idi. Məsələn, Konstitusiya Məhkəməsi təsis olunsun, bələdiyyələr fəaliyyətə başlasın, hansı ki konstitusiyamızda bələdiyyələrlə bağlı yerli özünü idarə etmə fəsli var, 130-cu maddə var Konstitusiya Məhkəməsi, hansı ki hələ o dövrdə bu məhkəmələr və bu orqanlar, ümumiyyətlə bu qurum təsisatlar yox idi. Və qısa müddət ərzində bu təsisatlar yarandı. Konstitusiya Məhkəməsi bələdiyyə seçkiləri düzdür 1-2 ildə yubandı, 99-cu ildə keçirildi. Bundan başqa dərhal əsas qanunlarımız qəbul olundu. Məsələn, əməliyyat axtarış fəaliyyəti, məhkəmələr, hakimlər haqqında qanun, prokurorluq haqqında qanun, polis haqqında qanun, ümumiyyətlə də yəni hüquq mühafizə orqanlarının statusunu tənzimləyən aktlar, yəni bunlar rəvac verdi ki, sürətli şəkildə bu hüquq konstitusiyadan törəyən müəyyən institutlar fəaliyyətə başlaya bilsin. Və daha sonra artıq hər şey göz qabağındadır. Yəni bu çox müəyyən bir dövr keçdi. Azərbaycan artıq cənab prezidentimizin belə deyək rəhbərliyi altında konstitusiyamıza müəyyən dəyişikliklər o dövrədə düşübdür. Az qala artıq hər gün hüquq islahatı gedir. Hər gün iqtisadi islahatlar gedir. Zamanın dövrün tələbidir. Zamanın dövrün tələbidir. Və əsas qanunun qəbulundan sonra Azərbaycan ümumi konstitusiyası qəbulundan cəmi bir neçə il sonra səhv eləmirəmsə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının qanunu qəbul olundu. Konstitusiya qanunu şəklində qəbul edildi. Bu da zərurət idi. Nəyə görə? Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir və bunun statusu Moskva Qars beynəlxalq müqavilələri ilə müəyyən olunsa da 1995-ci il konstitusiyası da bunun statusunu müəyyənləşdirdi və tezliklə Muxtar Respublikamızda Naxçıvan konstitusiyası qəbul olundu 98-ci il dekabr ayında və 1999-dan artıq bu konstitusiyamız da qüvvədədir və statusunu, Muxtar Respublikamızın statusunu nizama salır. Konstitusiya və suverenlik ili deyilik. Yəni konstitusiyadan danışıq, suverenlik məsələsi. Bizim öz ərazilərimizdə söz sahibi olmağımız konstitusiyamızda necə təsbit olunur? Ümumiyyətlə, Nihat müəllim, konstitusiyada bu suverenlik anlayışı nəzəri bir anlayışdır. Yəni, ölkələrin qanunvericilik aktlarında mövcuddur. Suverenliyə biz nəzəri olaraq yanaşsaq, biri var milli suverenlik, biri var xalq suverenliyi, bir də var dövlət suverenliyi. İndi milli suverenlik də bizim konstitusiyamızda təsbit olunub ki, yəni, belə deyək, hər bir kəs öz, yəni, məsələn, bərabərlik hüququ var, heç kəs etnik mənsubiyyətinə görə fərq qoyula bilməz və s. Xalq suverenliyi konstitusiyamızın 2-ci maddəsində təsbit olunub. Yəni, sərbəst və müstəqil öz müqəddəratını əldə etmək və öz idarə etmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Yəni biz hökuməti formalaşdırırıq, fərd olaraq, vətəndaş olaraq, seçkili orqanlara, vəzifəli şəxsləri seçirik, yəni o da dövlət idarə eləyir. Amma dövlət suverenliyi məsələsi nədir? Dövlət suverenliyi bugün məsələn BMT-nin, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində var. Dövlətlərin suverenliyi, yəni dövlətin suverenliyi əlaməti onun formal əlamətlərindən ən vacibidir. Yəni ki, dövlət əmr almadan öz ərazisində əmr vermə səlahiyyətinə malik olmalıdır və öz ərazisində qanunları işləməlidir. Yəni asıllıq yoxdur, tam müstəqillik var, azadlıq var. Bəli, heç bir dövlətdən, heç bir beynəlxalq təşkilatdan, hər hansı bir şəxsdən asılı olmadan dövlət seçilmiş nümayəndələri vasitəsilə öz dövlətini idarə etməlidir və təbii ki, təbii resurslarına özü qərar verməlidir, eyni zamanda əhalisini idarə etməlidir, qanunlar qəbul etməlidir və bu gün Azərbaycan Respublikasının ərazisində tamamilə
yurisdiksiyası daxilindədir və bu dövlət suverenliyimiz tam bərpa olunub və həyata keçirilməkdədir, belə deyək. Və konstitusiyamız qəbul olunarkən dünyanın hansı mütərəqqi sistemləri, yəni konstitusiyalara əsas götürülüb, bu nümunədən istifadə olunub? Ümumiyyətlə o dövrdə qeyd elədiyimiz kimi bizim konstitusiya qəbul edilərkən bizim konstitusiya yeni nəsil konstitusiyasıdır. Yəni 1990-cı ildən bu yana qəbul edilən konstitusiyalar yeni nəsil konstitusiyaları, daha doğrusu ən yeni nəsil konstitusiyalardır, üzr istəyirəm. Yəni 2-ci Dünya müharibəsinə qədərkilər köhnə konstitusiyadır. 1945-dən sonrakılar yeni konstitusiya sayılır. Amma 90-dan bu yana ən yeni konstitusiyalardır. Ən yeni konstitusiyalarda təbii ki, liberal görüş əhəmiyyətlidir. Sosial yönümlü iqtisadiyyat prinsipi tətbiq olunur. Yəni ki, məsələn, azad sahibkarlıq, insan hüquqlarının təminatı, dövlət nəinki bu hüquqları tanıyır, həyata keçirilmə mexanizmini nəzərdə tutur. Bizim konstitusiya qəbul edilərkən artıq dünyanın ən sivil Avropa dövlətlərinin konstitusiyaları gözdən keçirilmişdi. Asiya ölkələrinin konstitusiyaları gözdən keçirilmişdi. Ulu öndərimiz o vaxtlar bu konstitusiyanın qəbulunda hüquq ekspertləri, tanınmış bu sahənin tədqiq belə deyək, alimləri cəlb olunmuşdu və biz hətta Amerika ölkələrinin konstitusiyaları gözdən keçirilmişdi və təbii ki, bəşəri dəyərlərlə bərabər milli maraqları da nəzərdə tutan müddəalar, yəni orta bir orientasiya tutulmalı idi Nihat müəllim. Həm milli maraqlar, həm də beynəlxalq bəşəri dəyərlər. Bizim konstitusiyamızda hər ikisi belə deyək, üzvü surətdə cəmlənibdir. Yunus müəllim, 2002-ci ildə, 2009-cu və 2016-cı illərdə Azərbaycan konstitusiyasına dəyişikliklər olub. Yəni ümumi xalq səs verməsi, referendum keçirilib və bu əsasda konstitusiyamız daha doğrusu müəyyən dəyişikliklər idi. Bax, bu dəyişiklik nədən irəli gəlirdi? Ümumiyyətlə Nihat müəllim, belə deyək, düzdür, çox qədim bir dənə konstitusiya, dünyada ilk konstitusiya 1787-ci ildə Amerikada qəbul olunub, ABŞ konstitusiyası. Bugünkü günə qədər bu konstitusiya 238 ildir ki, qüvvədədir. Xeyr, 27 dəyişiklik olub müxtəlif vaxtlarda. Amma məsələ buradadır ki, bu konstitusiyanın özünün toxunulmazlığı saxlansa da, ştatların qanunvericilik çərçivəsində dəyişikliklər, əlavələr olur. Əslində çoxsaylı dəyişikliklər olub, amma konstitusiya mətni səviyyəsində olmayıbdır. Bilirsiniz nəyə görə? Bugün beynəlxalq statistikaya görə ölkələrin konstitusiyalarının ortalama uzun belə deyək, ömrü 18 il olur. 17-18 il aralığı. Yəni ondan sonra yeni konstitusiya qəbul olunur. Ya yeni konstitusiya qəbul olunur, ya da bəli, dəyişikliklər. Niyə? Çünki dinamik inkişaf var. Hər gün, hətta bu son dövrləri, yəni biz məsələn 1900-cü ildə gedən inkişafla 1950-dəki bir deyildi. İndiki də 2010-lardakı bir deyildi. İndiki də bir deyil. Sürətli bir inkişaf gedir hər sahədə. İctimai həyatın bütün sferalarında, iqtisadi, siyasi, psixoloji və s. Və belə bir vəziyyətdə konstitusiyalara dəyişikliklər olmasa, burada bir məntiqsizlik olar. Çünki nələr ola bilər? İnsan şuuru belə inkişaf etmirmi? Və bizim konstitusiyada dəyişikliklər 2002, 2009 və 2016-cı illərdə təbii ki, qoşulduğumuz beynəlxalq təşkilatların tələbləri, ölkəmizdə gedən hüquq islahatlarını qarşılama zərurətləri, insanların belə deyək, sosial rifah halının və hüquq və azadlıqlarının təminatı amilləri konstitusiyamıza dəyişiklikləri belə deyək, labüd edirdi və bu minvalla nəzərə alsaq, konstitusiyamız artıq 30 ildir və bu artıq gənc konstitusiya deyil, yetkin konstitusiya hesab edə bilərik və ümumilikdə hər üç referendumda qəbul edilmiş, yəni xalq tərəfindən yeşilliklə qəbul edilmiş o dəyişiklikləri hesaba alsaq, konstitusiyamızın 3,6% maddəsi bugünkü gündə dəyişilib, yenilənib. O ingilislərin sözləri refresh olub. Bəli, geri qalan hissələr necədir? Bunlar baza normalarıdır. Təbii ki, konstitusiyamızın 3/2 hissəsi insan hüququ azadlıqlarıdır. Bu tamam prinsiplər. Bəli, hətta mən bizim konstitusiyamızın mütərəqqi tərəfini deyim ki, az ölkələrdə, konstitusiyalarda insan hüquqlarına bu qədər yer ayrılır. Hələ nəinki bu qədər yer ayrılır. Bizim konstitusiyada hüquqlar pozulduğu zaman onların müdafiə mexanizmləri də var. Ombudsman təsisatı, 3 pilləli məhkəmə sistemi, yəni məsələn mən müraciət elədim məhkəməyə, narazıyam qərardan. Yuxarıya verə bilərəm, ondan narazıyam, yəni apellyasiyadan kassasiya verə bilərəm. Yəni o qədər müdafiə mexanizmləri nəzərdə tutulub ki, yəni bu çox böyük bir mütərəqqi tərəfdir. Yəni təbii ki, konstitusiyamıza elə belə bir statistik bir rəqəm kimi, ensiklopedik belə deyim bir rəqəm kimi deyək. Bizim konstitusiyamız 17354 sözdən ibarətdir. Çox yığcam konstitusiyadır. Düzdür, indi Amerika konstitusiyası hardasa 4400 sözdür. Bizim konstitusiyanın elə bil belə deyək, bizim konstitusiya belə deyək də o konstitusiya ilə müqayisədə 1/4 qədərdir Amerika konstitusiyası. Amma düzdür, dünya konstitusiyaları var ki, ən böyük konstitusiya 145 min sözdən ibarət Hindistan konstitusiyası. Bizim konstitusiyadan 8
600 dəfə böyükdür. Bizim konstitusiya lakonikdir, yığcamdır, konkretdir, mütərəqqi tərəfləri həddindən artıq çoxdur və ən vacibi insan və vətəndaş hüquq azadlıqlarının təminini və vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunmasını əsas prioritet ali məqsəd kimi müəyyənləşdiribdir. Müasir dövrdə ağıllı konstitusiyalardan söhbət gedir. Yəni burada dövlət, rəqəmsal dövlət, rəqəmsal suverenlik, süni intellekt kimi anlayışlar gəlib bizim leksikonumuza və bu mənada bunların düşünürəm ki, bu anlayışların konstitusiyaya da daxil edilməsinə ehtiyac var. Yaxın gələcəkdəmi, yaxud gələcəkdəmi belə deyək, Bəli, siz bu barədə fikirləriniz bilirsinizmi? Çox haqlısınız. Bu smart constitution gedir, yəni ki, ağıllı konstitusiyalar. Yəni bunun başlanğıcı nədən? Artıq biz dediyimiz kimi cəmiyyət o qədər inkişaf eləyir ki, xüsusən internet əsridir. Artıq nəinki internet əsridir, biz bugünkü gündə artıq rəqəmsallaşma erası mı deyək, kiber era deyək. Yəni Yunanistan konstitusiyasını götürsək, 2001-ci ildə konstitusiyalarına internet hüququnu saldı Nihat müəllim. İnternet düzdür, orada internet hüququ getmir, elektron belə deyək, cəmiyyət gedir. Və yaxud Meksika konstitusiyası 2013-cü ildə yenə internet hüququnu konstitusiyası saldı. Və yaxud bugün süni intellekt var, deyilmi? Süni intellektdən istifadə xüsusən ChatGPT və sair proqramlardır ki, məsələn, Çili konstitusiyası niyə dünya təcrübəsindən misal çəkirəm? Çünki bu proses başlayıb. Çili konstitusiyası 2021-ci ildə konstitusiyasına demək beyin informasiyalarının toxunulmazlığı hüququnu saldı. Bu bilirsinizmi nədir? Məsələn, mənim beynimin informasiyasını, bunun qorunma mexanizmi olmalıdır. Hətta bəlkə də elə informasiya var ki, dövlət maraqlarına, cəmiyyət maraqlarına ziddir. Bununla davranış qaydaları və s. Hətta fikir verin, beynimdə daha hələ ifadə etməmişəm. Beyin informasiyalarının toxunulmazlığı hüququ. Bu nəyi deməyə əsas verir? Məsələn, yaxud bir hüquqda deyim, unudulmaq hüququ. Bugün bu saydıqlarım hələ Azərbaycan konstitusiyasında, yəni belə deyək, konstitusiyanın həllini tapmayıb. Unudulmaq hüququ var. Hər kəsin müəyyən dövrdən sonra özü barədə hansısa istəmədiyi bir məlumatın dövriyyədən çıxarılmasını istəyə bilər. Yaxud bugün bunları niyə nümunə çəkirəm? Konkret fikrimi gətirəcəyim bir məqam var. Məsələn, bugün elektron hökumət var Azərbaycanda, Nihat müəllim. Elektron imza, elektron hökumət, hətta Sima proqramı, asan imza və s. Bugün biz hər şey, hətta Trendyoldan geri alış-veriş edirik, Amazondan geri alış-veriş edirik. Hamısı bu elektron qaydada olur, rəqəmsal qaydada olur. Düzdürmü? Amma bir məsələ var. Gəlin baxaq görək, bugünkü gündə bunların konstitusiyon əsası varmı? Yəni, bugün müasir dövrdə konstitusiyaları gözləyən ən böyük dəyişiklik məhz bu cür yeniliklərin konstitusiyon baza normalarının təsbiti ilə bağlı olacaq. Yəni, süni intellektə dair başlanğıc müddət olmalıdır konstitusiyada. Dediyimiz kimi elektron hökumətlə bağlı olmalıdır. Hətta rəqəmsal suverenlik, Nihat müəllim. Görün, bu necə bir anlayışdır? Bu yaxınlarda Rusiya internet hüququna dair bir qanun qəbul elədi. Nə demək istəyir? Ölkə öz ərazisində suverenliyə malik olduğu kimi, yəni öz ərazisində necə ki söz sahibidir, internet məkanında da söz sahibi olmalıdır. Yəni bugün istədiyi zaman öz internet məkanını dünya internet məkanındakı inteqrasiyadan ayırmaq hüququna malik olmalıdır. Yəni bu qanunda, konstitusiyada öz əksini tapan müddəalar olmalıdır bunun üçün. Çünki niyə? Burada həssas bir məqam var. Kiber sərhədlər olmalıdır. Bəli, bilirsinizmi niyə? Bugün məsələn məlumat azadlığı məsələsi var. Biri deyəcək, mənim məlumat azadlığımı niyə ayırdın dünyadan? Halbuki dövlət maraqları, cəmiyyət maraqları, şəxsiyyət hüquqlarının qorunması zəruri edə bilər bunu. Bunun üçün başlanğıc müddəalar, rəqəmsal dövlət yaradırıq. Bugün düzdürmü? Elektron hökumət var. Bizim hamımız girik EGOV-a. Birimiz araç alırıq iş yerindən, birimiz Yopolis'ə saytına giririk, bilirik ki, bizim cərməmiz var, yoxdur və s. Düzdürmü? Bunların hamısı elektron. Amma bunların konstitusiyon bazası olmalıdır, konstitusiyon əsası olmalıdır və böyük ehtimal Azərbaycan Respublikasında artıq bu gözləyir. Yaxın gələcəkdə mən deyim, bəlkə də konstitusiyamıza bu tipli yeni dəyişikliklər bəlkə də yeni anlayışlar da əlavə olunmalıdır. Bəli. Xatırlayırsa, ötən həftə Naxçıvanda kiber suverenlik mövzusunda konferans keçirildi. Bəli. Bunun özü də yeni bir anlayışdır. Kiber suverenlik. Kiber suverenlik, bəli. Bu anlayışların özü belə düşünürəm ki, konstitusiyaya daxil edilməlidir. Bilirsinizmi Nihat müəllim, hətta BMT, Birləşmiş Millətlər Təşkilatı 2011-ci ildən davamlı olaraq nə edir? Müxtəlif hesabatlarına düşür, rəsmilərinin çıxışlarına düşür. Dövlətlər offline məkanda olan hüquqlarla bərabər, yəni offline məkandakı hüquqlara imkan verilir, biz həyata keçiririk. Onları online məkanda da tanımalı və qorumalıdır. Yəni bu günləri sosial şəbəkə var. Düzdürmü? Birimiz daxil oluruq sosial şəbəkədə kiminsə haqqında nəsə
yazırıq, fikir bildiririk. Bunun müdafiə mexanizmi olmalıdır. Yəni nəyi yaya bilərsən, yayarsansa, necə bu günləri qanunvericilik aktları bunların öhdəsindən gəlir, demirik gəlmir. Amma bunun müəyyən həddə rəqəmsal formatına çevrilməsi, müdafiə mexanizmlərində də müəyyən spesifik, özünə məxsus, fərqli, belə deyək, hallar yaradacaqdır və bu labüddür, olmalıdır. Siz müdafiə mexanizmi dediniz, yəni bugün mənim bütün şəxsi məlumatlarım elektron hökumət portalında artıq mühafizə olunur, data məlumatlarımız var da. Maraqlıdır. Mən kimsə, indi şəxsən mənim özümü maraqlandıran bir sualdır. Mənim şəxsi məlumatlarıma əl çatan oldu, yəni daxil ola bildi. Həmin məlumatlarımı istifadə elədi. Mən bu pozulmuş hüququmu necə bərpa etməliyəm? Düzdür, Nihat müəllim. Bugünkü gündə offline məkanda olan imkanlardan istifadə eləmək olar. Məsələn, şəxsi toxunulmazlığım hüququm pozulubdur deyib aidiyyəti qurumumu, yaxud şəxsimi, o təhlükəni yaradan şəxsi verə bilərəm məhkəməyə. İndi bu mülküdürmü, cinayət xarakterlidirmi? Təbii ki, cavabdehliyi olar. Amma məsələn, qorxulu tərəfləri olarsa nə olacaq? Məsələn, bugün databaza internetdədirsə, təbii ki, bunu imkan daxilində çalışırlar ki, onu hər hansı bir haker hücumu, kiber hücum nəticəsində dağıdılarkən bərpa eləmə imkanı olsun. Amma bugün artıq bizdə ölkəmiz o qədər sürətli inteqrasiya olunur ki, bu məkana. Yəni bizim pensiyalarımız, pensiya hesablamalarımız, iş yerlərimizin məlumatlarımız, hər şey gedir. Sabah kağızdan qutaranda, bugün biz kağızı qoyduq kənara, ta kağız yoxdur. Səhər bir kiber hücumla orada bir fəsad baş verərsə, bütün məlumatlarımız belə fərz eləyək ki, silinə bilər, ələ keçə bilər, daha böyük fəsadlar yarana bilər. Belə olan hallarda müdafiə mexanizmi, ona görə deyirəm da. Bax, məsələ nədir? Bu cür rəqəmsal yeniliklərin bazis normalara, qanunvericiliklərə, əsas qanunlara düşməlidir. Yəni, ən vacibləri içlərində elə mən başladım internet hüququna. Məsələn, internet hüququ mən bir dənə nümunə çəkim. Məsələn, Meksikada 2013-cü ildə internetə çıxış hüququ konstitusiya düşdü. Görün nə baş verdi. İndi bizdə var məsələn, indi ad çəkməsəkdə deyək, mobil operatorlar var. Düzdürmü? Ayrı-ayrı mobil operatorlar var. Bu mobil operatorlar gündə bir yenilik eləyə bilir da, düzdürmü? Bu cür paketə qaşıl, bu cür paket sənə sərfəlidir. Hətta sənin fikrini sormadan belə sən hesabından vəsait silir. Bir də görsən silinir, əlaqə saxlayırsan, deyir ki, siz filan hesab paketdəsiz. Mən nə bilim, mən o paketdəyəm, niyə keçmişəm o paketə? Düzdürmü? Suallar çıxır. Baxın, Meksika neynədir? Meksika konstitusiyasına internetə çıxış hüququnu saldı. Demək, Meksika Ali Məhkəməsi məhdudiyyətli internet paketlərinin hamısını ölkədə qanunsuz hesab elədi. Qərar qəbul elədi. Yəni, bugün, məsələn, biz vətəndaş olaraq hər hansı bir mobil operatoru məhkəməyə versək, nəyə istinad eləyib belə bir hüququmuzun təminatı? Konstitusiyada elə bir istinad nöqtəsi yoxdur. Hə, yəni bir hüquq, yəni ən azından bir ümumi hüquq, internet hüququ olmalıdır axı. Mən ona istinad verim ki, səhər deyim ki, bax, niyə bunu eləmirsən? Mən indi deyəcək ki, mənim üzr istəyirəm, çox üzr istəyirəm dinləyicilərdən sizdən. Deyəcək ki, mənim kefim belə istəyirdi, bu paketə keçmirsən. Niyə keçmirsən? Deyəcək, xoşun gəlmir, çıx. Bəs mənə vurulan zərər. Məsələn, mən 3 aydır xəbərim yox idi ki, sən məni hansısa paketə salmışsan və orada məndən, məsələn, konturumu çıxır, pul, təbii ki, vəsaitim gedir. Niyə getməlidir? Yaxşı, mən səni səhər məhkəməyə verim, nə adına verəcəm? Yəni, bax, bu hələ ən sadəsidir, daha böyük problemlər yaranır. Unudulmaq hüququ var. Baxın, Nihat müəllim, məsələn, bugün sosial şəbəkədə kimsə, məsələn, mənim haqqımda nəyisə paylaşır, fərz eləyək və bu da var, davamlı, elə o səhifə verir, bu səhifə verir. Tirajlanır. Hə də, bir illər iləndir gedir. Ay, bir yetər də, dur dem, bəlkə mən də artıq istəyirəm unudulam. Unudulmaq hüququ konstitusiyada olarsa, mən kimisə məhkəməyə verə bilərəm ki, bəs mənim unudulmaq hüququm var, sən elə davamlı olaraq məni niyə yaymırsan? O səhər deyəcək ki, mənim məlumat azadlığım var, bəs informasiyada açıq getməyib, sənin özün hətta paylaşmışdın, biz verirdik. İstiyorda biz də bunu istəyərik 100 il saxlayarıq. Belə şey mi olar? Mümkün deyil. Bəs mən verdiyim məlumat olsun, mənim bir yerdə də unudulmaq hüququmu tələb eləmə imkanım var. Bax, bunlar nəyə əsas verir? Bunlar əsas verir ki, gələcək konstitusiyalar smart constitution dediyimiz, yəni ağıllı konstitusiyalar buna doğru gedir. Yəni, böyük ehtimal Azərbaycan çox sürətlə, sıraşlı şəkildə gedir. Məsələn, bizim Naxçıvan Dövlət Universitetində artıq süni intellektlə bağlı ikinci, Banu adlı süni intellekt danışır, çıxış edir. Hətta rektora təbii ki, süni intellekt olaraq tez bir əmək haqqını xatırlatdı ki, bəs mənim əmək haqqıma rektor görək necə
baxacaq, tez maraq. Deməyimiz nədir? Bu gün görün necə sürətli sitayiş inkişaf edir. Yəni bunları qanunvericilik qarşılamalıdır. Böyük təhlükələr yarana bilər sabahları. Konstitusiya, əsas qanun bunu hətta məhdudiyyətlərin, məsələn bu gün Rusiya dedim sizə internet hüququnu tənzimləyən qanun qəbul edib. Dövlət maraqlarına zidd bir vəziyyət yarananda ölkənin dünyanın belə deyək, internetindən inteqrasiyadan öz internetini ayırır. Deyir mən ayırıram. Yəni indi vətəndaş durub desə ki, mənim məlumat azadlığım harda qaldı? Dövlət də deyir ki, dövlət təhlükəsizliyi maraqları yeri gələndə məlumat azadlığından üstündür. Bu dəfələrlə hətta Avropa İnsan Hüquqları Konvensiyasında da var bu müddət. Deməyimin sözümün canı odur ki, bu bizi də gözləyəcək. İnşallah artıq özül də var. Bilirsiniz. Artıq biz sizin də qeyd edəcəyim bütün əksər dövlətlər ona gedir, ona doğru. Bəli, gedir. 2024-cü ildə Avropa İttifaqı yəni süni intellekt haqqında qanun qəbul elədi. Bəli, o qanun qəbul edildi. Bundan başqa, məsələn, indi bu Azərbaycanda bir çox ölkələrdə olduğu üçün mən çox sevindim. Süni intellektə dair milli strategiya qəbul edildi. Artıq konkret olaraq orada öhdəliklər görüləcək tədbirlər. Süni intellekt olsun və digər texnoloji avadanlıqlar, elektron hökumət və s. bunlar əsas verir ki, artıq yəni rəqəmsal suverenlik, rəqəmsal dövlət kimi yeni anlayışlar, rəqəmsal kiber təhlükəsizlik kimi anlayışlar yəni növbəti illərdə, indi biz onu deyəmərik, bu il, gələn il neçə il, o təbii ki, müstəsna ali orqanlarımızın səlahiyyəti daxilində olan məsələlərdir, amma böyük ehtimal, yəni belə yeniliklər gələcəkdə bizi də gözləyir. Yəni dəyişikliklər dediyimizdə, yəni yeni konstitusiyanın qəbulu mu, yoxsa konstitusiya dəyişikliklər onu nəyə görə hesablamaq düzgün deyil də, o məsələn, konstitusiyalara dəyişikliklər, əlavələr müntəzəm şəkildə olur. Yəni elə dəyişiklərdir ki, konstitusiyanı nə vaxt görülü şəkildə dəyişərlər. Ümumiyyətlə əksər müddəalarının artıq dəyişmə zərurəti çıxsın. Amma bizdə elə deyil vəziyyət. Bizdə belə deyil. İndi o gələcəyi gözləyən bir şeydir. Məsələn, o əsas qanunların dəyişdirilməsi, ümumiyyətlə qüvvədən salınıb yeni konstitusiyalar qəbul edilməsi də çətin bir mexanizmdir. Təbii ki. Yəni ölkənin əsas qanununu belə deyək, qüvvədən salıb təzə konstitusiya qəbul eləmək. Biz sizinlə yoxşuyur. Elə ki, bir evi tamamilə söküb bir də təzədən inşa eləməyə. Yəni bütün bazanı. Amma dəyişikliklər ola bilər, əlavə ola bilər. Kim bilir, bəlkə də gələcəkdə yeni konstitusiya yaxud da ki, dediyimiz kimi dəyişiklik əlavələr. Təbii ki, onlar ali orqanlarımızın səlahiyyətləri daxilində olan məsələlər olacaq ki, referendum hansı qaydada çıxacaq, yəni o olacaqdır. Yunis müəllim, indi proqramımızı artıq sonuna yaxınlaşırıq. Mən biraz fərqli aspektdə sizə sual vermək istəyirəm və 2020-ci ildə öz suverenliyimizi, ərazi bütövlüyümüzü daha doğrusu bərpa etdikdən sonra yeni reallıqlar formalaşır və bu reallıqlar fonunda biz bugün Qərbi Azərbaycana qayıdışdan bu məsələdən söhbət açırıq və biz sülh yolu ilə təhlükəsiz bir şəkildə mehriban qonşuluq şəraitində öz tarixi torpaqlarımıza, dədə-baba torpaqlarımıza qayıtmaq istəyirik. Və artıq bu istiqamətində həm dövlət səviyyəsində, həm də Qərbi Azərbaycan icması səviyyəsində işlər görülür. Hətta mən onu da qeyd etdim ki, ötən həftə Qafqaz Müsəlmanları İdarəsi İrəvan qazılığının fəaliyyətini də bərpa etdi. İrəvan qazılığına yeni qazı təyin edildi. Bu da Ermənistanda da hətta geniş bir rezonans doğurmuşdu. Bax, bu bizim Qərbi Azərbaycan torpaqlarına qayıdışımız beynəlxalq hüququna necə tənzimlənməlidir? Beynəlxalq hüquq bu məsələdə nə deyir? Bilirsiniz, Nihat müəllim, mən bir dəfə belə deyim, 4-5 ay bundan qabaq bir məqalə yayınladım. Bu sosial şəbəkələrdə çıxdı, bu saytlarda. Mən mövzunu daha dərindən düşünməyə çalışan bir hüquqşünas kimi deyirdim ki, ümumiyyətlə mövcud düzdür. Təbii ki, ali orqanların səlahiyyəti daxilində olan məsələlərdir, amma hər bir hüquqşünas kimi bir vətəndaş subyektiv fikir. Mən hətta bizim xəritələrin, mən deyirdim ki, 1920-ci il xəritələri əsasında ərazilərimizin bərpa olunması məsələsi üçün hüquqi əsas var. Hətta dünya təcrübəsindən nümunələr çəkmişdik ki, dəfələrlə belə hallar olubdur. Yəni ərazilərin müəyyən vaxtlarda, yəni bilirik ki, İrəvan, belə deyək, Azərbaycan qədim əraziləri, məkanlar olubdur, nəinki qədimi. Nəinki İrəvan bütün? Bəli, tamamilə. Ermənistan ərazisi, tarixi Azərbaycan. Bəli, yəni indi qayıdış məsələsi məsələnin başqa tərəfdən yanaşmasıdır. Təbii ki, olacaq, yəni mütləq olacaq. Bu ölkə səviyyəsində baş verən ali orqanlar səviyyəsində, cənab prezidentimiz səviyyəsində belə deyək, həyata keçirilən islahatların belə deyək, əsası olacaqdır, gerçəkləşəcəkdir. Yəni bunun üçün də heç bir bizim üçün belə deyək də tam real görünən bir belə deyək gələcəyin
belə deyək, proyektlərimi deyim, gələcəyin Konturlarıdır. konturlarıdır və bu da başlayıbdır və mütləq də inşallah onu biz görəcəyik. Yaxın yəqin ki, gələcəkdə də biz onları şahidi olacağıq, görəcəyik. Beynəlxalq təcrübədə bu proseslər olub da. Bəli, belə təcrübələr olub. Hətta ərazilərin qaytarılma məsələləri olub. 1920-ci il xəritələrin mən niyə təsadüfi deyirəm? Çünki o dövrdə Zəngəzur Azərbaycan torpağı idi. Qondarma qərarlarla Azərbaycan əraziləri Ermənistana gedibdi. Yəni onların heç bir hüquqi əsası olmayıb. Heç referendum belə keçirilməyibdi. Yəni bu tamamilə dekretlər ilə, əsas olmayan sənədlərlə, sadəcə olaraq Bolşevik Rusiyasının qərarları ilə siyasi sifarişli qərarlarla baş vermiş şeylərdir və bunların heç bir legal, hüquqi əsasları yoxdur və dünya təcrübəsində də yenə deyirəm, verilişin müddəti imkan versəydi, mən onun dünya təcrübəsindən misallarla göstərdim. Yəni bu çox həddindən artıq çox. Peru təcrübəsi olub, Yaponiya təcrübəsi olub. Yəni detallara girmək istəmirəm. Yəni bu olubdur. Ona görə əsas verir ki, yəni bizim ərazilərin hətta mən dediyim kimi o hüquqşünaslardanam ki, mövzunu daha o deyir. Dərindən. Yəni ki, bu ərazi bizim ərazidir gözü ilə yanaşma, amma qayıdış hüququndan söhbət gedirsə, əlbəttə bu bir çox hüquqlar buna əsas verir. Azadlıq hüququ imkan verir ki, şəxs istədiyi ərazidə yəni yəni gəzmək, sərbəst hərəkət etmək, qalmaq, məkan olaraqdan bizim torpaqlarımız olubdur. Bu proses də başlayıb. Yəni başlama da artıq bəllidir. Siz nümunələr çəkdiniz, istər dini icmaların fəaliyyətinin bərpası, istər digər aspektə yanaşdıraq. Əhalinin oradan zorla çıxarılmış əhalinin ora gedib yerləşmə hüququ, konstitusion bir hüquqdur bu, olmalıdır. Hətta o əhalinin siyahıya alınması həyata keçirilib. Azərbaycan icması tərəfindən bizim soydaşlarımız siyahıya alınıblar. Bizim yer adlarımızın özü belə soyqırıma məruz qalıb. Yer adlarının bərpası, toponimlərimiz soyqırıma zorla çıxarılmış şəxslərin ora getməsi, hətta gedəndən sonra digər hüquqlarının bərpası çıxa bilər. Yəni bu mülkiyyət hüququndan tutmuş digər hüquqların bərpasından söhbət gedə bilər. Bu da tam təbii, yəni hüququn normal qəbul edib dəstəklədiyi məsələlərdir və dünya təcrübəsində belə misallarımız var, həddindən artıq çoxdur. Təşəkkür edirəm sizə Yunis müəllim. Çox sağ olun ki, dəvətimizi qəbul etdiniz, gəldiniz. Bugünkü proqramımızda suallarımızı ətraflı şəkildə cavablandırdınız. Siz sağ olun, çox sağ olun. Düşünürəm ki, kifayət qədər gözəl bir veriliş halında dinləyicilərimiz üçün də maraqlı məlumatlar təqdim elədiniz. Çox sağ olun, mən təşəkkür edirəm, var olasınız. Belə dəyərli dinləyicilər, siz Naxçıvan Radiosunun efirində Əsas Məsələ proqramını dinlədiniz. Bugünkü proqramımız Konstitusiya və Suverenlik ilinə həsr olunmuşdu. Bir daha qonağımızı xatırlatmaq istəyirdim. Qonağımız Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Yunis Xəyalov idi. Aparıcınız sizə mən idim, Nihat Bayramlı. Qismət olsun, növbəti həftədə yenidən görüşürük.